arasında namazda təşəhhüdün barmağın, bir də ki, barmağın necə tərpənilməsi, bir də ki, o əsr namazından sonra durub sünnətin qılınması, bir də valideynə durub. Bismillah, elhamdülillah və salatu və salam ala Rasulullah və ba'd. Birinci sual odur ki, İslam dinində ət-təhiyyatda təşəhhüd zamanı barmağın mövqeyi nədir? Əziz qardaşlar, ilk öncə məsələ kiçik məsələlərdəndir. Yəni, böyük məsələ deyil ki, hətta bu şişirdilsin, kimsə kiməsə nəyi əmr etsin, kimsə kimisə çəkindirsin. Bu, o məsələlərdən deyil. Sadəcə fəzilətdən gedir söhbət. Fəzilətli olan məsələlərdə qadağan eləmək olmaz. Nə çəkindirmək olmaz, sadəcə haqqı istəyəni rəğbətləndirmək olar. Bu, umumi qaydadır. Məlumdur ki, əlvi atsan da, yumsan da, tik tutsan da, tutmasan da namazın qəbuldur. Əlinin hərəkəti namazın sağlamlığına zərəli yoxdur. Lakin, madəm ki, biz nə qədər ki, Peyğəmbər s.ə.v yoluna getməyə çalışırıq, bir müsəlman soruşa bilər ki, Peyğəmbər s.ə.v ət-təhiyyat zaman necə tutub barmağını? Peyğəmbər s.ə.v-in Sahih Müslimdə hədis gəlmişdi ki, ərəb dilində olan 53 rəqəmdə tutardı barmağını. Yəni, sağ barmağını, sağ tərəfini, baş barmağını, orta barmağının üstündən tutardı və şəhadət barmağını tik qaldırardı, qiblə tərəfə yönəldərdi. Yəni, əziz qardaşlar, bu şəkildə, bax bu şəkildə, bu sıfır dairəsini alır, bu ərəb dilində 5 rəqəmdir, bu isə bu cür uzun, burada 3 hissə 3 rəqəmdir. Yəni, hər ikisini böyür-böyünə bunu bu tərəfə çevirsən, 53 rəqəm alınır. İmam Müslimdə gələn hədis bunu göstərir. Bununla bərabər 13 dənə hədis, 11 dənə rivayət var ki, Peyğəmbər sallallahu aleyhi ve sellem təşəhhüd zamanı barmağını qaldırardı, qibləyə yönəltərdi. Barmağını tik tutub qiblə tərəfə yönəltərdi. Bax bu şəkildə. Bir rivayətdə gəlmişdir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem barmağını tərpədərdi. Hətta sahabələr o qədər həris idi ki, maraqlanırlardı ki, görəsən aşağıdan yuxarı idi, yoxsa sağdan sola idi. Ona görə elm əhli bu məsələdə ictihad eləyir. Bəzi müasir elm əhli, xüsusən Şeyx Albani rahimehullah deyir ki, Peyğəmbər s.ə.v barmağını tərpədərdi, amma çox yüngülvari. Çox yüngülvari. O mənada ki, nə özünü yayındırmazdı, nə böyründə olan birisini yayındırmazdı. Amma kim barmağını düz tutarsa, heç tərpətməzsə, o da sünnəyə əməl etmiş olur. Kim barmağını bir az tərpədərsə, o da sünnəyə əməl etmiş olur. Və kim barmağını çox tərpədərsə, bu şəkildə və yaxud biləkdən tərpədərsə, o adam o zaman sünnəni tərk etmiş olur, amma qıldığı namaz qəbuldur. Bu birinci məsələ. İkinci məsələ də, əziz qardaşlar, belə bir məsələ yayılıb ki, bəzi qardaşlar oxuyublar və belə şey qarşılaşıb ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əsr namazından sonra sünnət namazlar qılardı. Məlumdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə özünə xas olan ibadətlər var idi. Peyğəmbər sallallahu aleyhi ve sellem özü ilə bərabər ümmətə aid etdiyi ibadətlər var idi. Peyğəmbər sallallahu aleyhi ve sellemin xüsusiyyətlərindən Peyğəmbər sallallahu aleyhi ve sellem üçün vacib idi təheccüd namazı qılmaq. Peyğəmbər sallallahu aleyhi ve sellemin xüsusiyyətindən 3 gün ara vermədən gecəni günüzə bağlayaraq oruç tutardı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem xüsusiyyətlərindən başqa ümmətə 4 dənə zövcə ilə evlənməyə izin verilibsə, hədd qoyulubsa, Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında yəni ki, bundan daha çox ədəddə evlənmək hüququ verilmişdir. Və həmçinin bunun dairəsində Peyğəmbər s.ə.v özəlliklərindən hesab edir. İmam Buxari və həmçinin onu şərh eləyən İmam Hafiz ibn Həcər Fəthül Bərdə bunu qeyd edir ki, əsrdən sonra sünnə namazlarını qırmaq da Peyğəmbər s.ə.v-in özəlliklərindən idi. Şəriətdə belə bir qayda var ki, İslam fiqhində belə bir qayda var ki, Peyğəmbər s.ə.v əgər bir şeyi deyib, özü onun əksini edərdisə, onda o zaman həmin şey onun özəlliklərindən və xüsusiyyətlərindən sayılardı. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَا وَثُلَاثَ وَرُبَعْ فَاِنْ خِفْتُمْ فَوَاحِدَةً اَوْ مَا مَلَكَتْ اَيْمَانُكُمْ Qadınlardan evlənin 2 ilə, 3 ilə, 4 ilə, əgər qorxarsınız ədalətsizlikdən, onda o zaman 1 ilə. Deməli, bu şəriətdə bu həddir. Amma Peyğəmbər s.ə.v Allahın əmri ilə, vəhiy ilə neynədir? Bundan əlavəsini etdi. Və Peyğəmbər s.ə.və gəlir bir kişi soruşur ki, orucu artıq birləşdirə bilərəmmi? Peyğəmbər s.ə.v onu nəhiy eləyir. Deyir ki, sizin ən xeyirliniz, iftarı ən tez eləyəniniz,
ən xeyirliniz eyni zamanda suhuru ən çox uzadanınızdır. Bu onu göstərir ki, orada özəlliklər var. İbadət məsələlərində də, adət məsələlərində də. Ona görə Peyğəmbər s.ə.v əsrdən sonra evinə gedərdi və evində sünnə namaz qılardı. Və eyni zamanda əsrdən sonra namaz qılmağı ümmətinə qadağan eləyərdi. Peyğəmbər s.ə.v səhih hədisdə buyurur ki, "La salate ba'del asri hatta təğrubəş-şəms." Əsrdən sonra gün batana kimi namaz yoxdur. Ona görə Ömər ibn Xattab radiyallahu anhu kim əsrdən sonra namaz qıldığını görsəydi, onu ağaçla vurardı və məsciddən qovlayardı. Və Abdullah ibn Abbası Peyğəmbər əmsi oğlunda çağırardı ki, mənə kömək eləyən ki, bunları bu əməldən çəkindirək. Elm əhli deyir ki, hətta məscid sünnətini qılanı olsa belə. Çünki Peyğəmbər s.ə.v deyibdi, vəssalam. Deməli, əgər ratibi sünnətdə də hətta bunu xəlifə Raşidin bunu belə başa düşübsə, indi nəinki məscid sünnətini tutaq ki, elm əhlindən icazə verən var. Bir adam əsrdən sonra məscidə girərsə, ixtiyar sahibidir. Qala da bilər ümumi hədisə görə ki, Peyğəmbər s.ə.v deyir, sizdən biriniz məscidə girdikdə 2 rəkət sünnət qılmamış, oturmasın. Buna əməl eləyərək dəlil var, qılıb sonra otura bilər. O birisi hədisədə əməl eləyə bilər ki, əsrdən sonra gün batana kimi namaz yoxdur, qılmayıb, əsrdən sonra birbaşa gedib otura da bilər. Deməli, bu cür ixtilaflı olan məsələlər başqa. Nəinki bu məscid təhiyyəsi deyil, əlavə sünnət qılırsan. Onda onun hökmü daha haqlıdır ki, müsəlman bunu tərk eləyə. Qısacası odur ki, əziz qardaşlarım, bu cür ibadət əsrdən sonra hər hansı bir nafilə savabdır deyib qılmaq sələflərdə məşhur olan bir ibadət olmayıb. Başqa sual var önəmli. 2 səcdə arası təşəhhüdü gətirmək sünnədə gəlməyib. Əl qaldırmaq mı? Əl qaldırmaq, əziz qardaşlarım, bu İbn Teymiyyə rəhməhullah onu inkar eləyir. İbn Teymiyyə rəhməhullah gətirir ki, hər təkbirdə əl qaldırmağın əsli dində yoxdur. Hər təkbirdə əl qaldırmağın əsli dində yoxdur. Amma Buxaridə, Müslimdə, Tirmizidə, Əbu Davudda və İbn Məcədə gəlmişdir 11 dənə sahabədən daha 10 dənə sahabədən daha çox rivayətdir ki, Peyğəmbər s.ə.v 4 yerdə əlini qaldırardı. Birincisi təkbir eləyəndə, ikincisi rukudan qalxanda, rukuya gedəndə, bir də ikinci təşəhhüddən sonra. Amma təkbirlər arası və yaxud hər təkbirdə əl qaldırmağa mən indiyənə kimi səhih bir rivayətlə qarşılaşmamışam. İsbal uzun olarsa, yəni namazı o şalvarın əslən qatlarıyıb namazı qılmağı bir dəfə sevilir, yoxsa? Bidətdir o. Ya belə olmalıdır, ya belə olmalıdır. Yəni uzun, məsələn, İsbal qılmaq olar şalvarın, məsələn, namazı. Namaz keçir. Yəni hər hansı bir haram sahibi namaz qılarsa, o haramla bərabər, o namazı keçir. Lakin savabı az qazanır. Məsələn, kişilərə qızıl geyinmək haramdır. Bir adam qızılla namaz qılarsa, namazı keçir, qəbuldur. Amma günah qazanır və yaxud namazın savabını azaldır. Bu heyzli qadının Quran-ı Kərim kitabını açıb oxunması, bu mövzu yarandı belə. Mən yox bilirdim, amma son vaxtlar... Heyzli və nifaslı qadın üzürlü halda Quran oxa bilərmi? Əgər qadın qorxarsa ki, unudar deyə, qorxarsa ki, birdən unudar deyə, onda o zaman heyzli də olsa, nifaslı da olsa Quran oxuya bilər. Bir şərtlə ki, əli ilə birbaşa tutmur. Əlcək geyir və parça götürür və yaxud başqa bir vasitə ilə əlini toxundurmur. Amma qorxmasa unutqanlıqdan, qorxmasa hər hansı bir itkidən, onda o zaman ehtiyata qarşı oxumur. Tam təmizlənənə kimi. Amma bilirsiniz, nifas daha uzun çəkir. Doğumdan 40 günə kimi çəkə bilər. Bu müddətdə qadın əgər Quran oxumağı tərk eləyərsə, hafiz qadınlar xüsusən, onda ehtimal var ki, unudar nə qədər Quranı. Bunun qabağını almaq üçün bir mane əlinə, Quranla əli arasında bir manədən istifadə etmək səbəbi ilə inşallah təkrar oxuya bilər. Fərz namazdan dua qardaşım, ümumi dəlillərə görə var. Mən elə bir özəl dəlil bilmirəm ki, Peyğəmbər s.ə.v sahabələr fərz namazından sonra illa da dua eləyərlərdi. Ümumi gəlib ki, xeyr əməldən sonra dua rica olunur ki, daha tez qəbul olunsun. Ən xeyirli əməllərin biri də namazdır. Əl qaldırmaq dua zamanı ümumiyyətlə əl qaldırmaq ədəblərdəndir. Əl qaldırmaq duanın ədəblərindəndir. Şərt deyil yəni. Şərt deyil. Əl qaldırmadan da dua elə bilərsən, amma əli qaldıraraq da dua elə bilərsən. Elm əhli hədis var ki, Peyğəmbər s.ə.v əgər qul əlini açaraq Allahdan istəyərsə, Allah utanar onun əlini boş göndərməyə, boş qaytarmağa. Onu göstərir ki, duada ədəblərdəndir ki, insan dua etdiyi zaman əlini qaldırsın və çalışsın ki, qiblə tərəf olsun yönü. Valideyn küfür edərsə, valideynlə münasibət necə olur? Valideyn, əziz qardaşlar,
ümumiyyətlə valideyn haqqında bu mövzu uzun mövzudur. Amma tövsiyə edirəm ki, hər bir müsəlman bilsin ki, dinində zəruri bilinən məsələlərdəndir valideyn haqqı, ata-ana haqqı. Yəni, subhanallah, təsəvvür eləyin, bir insan, yəni, bunu öncə deyim ki, hətta bayaq dərs əsnasında demək istədim, lakin unutqanlıq baş verdi. Təsəvvür eləyin, bir insanı Allah Teala dünyaya gətirir, insan dünyaya gəldiyi zaman danışa bilmir, qulağı eşitmir yaxşı, istədiyini yeyə bilmir. Allah insanı boya başa çatdırır, ayağı yer tutanda, insan ağlı başa çatandan sonra başlayır insan qudurmağa. Lor dillə desək. Nə Allah tanıyır, nə Peyğəmbər tanıyır. Amma ondan öncə düşünmür ki, onun ayağı yer tutmurdu. Allah onu topal yarada bilərdi, kör yarada bilərdi, şir yarada bilərdi, əzab çəkərdi. Allah onu kamil etdi deyə insan böyüyəndən sonra başlayır qudurmağa. Bu bir tərəfdən və eyni zamanda valideyn haqqı da buna bənzəyir. Oxşamaq tərəfdən möhtərəm qardaşlar. Valideyn insanın 9 ay qarnında gəzdirir və heç kəs bizdən bir stəkan suyu əlində gəzdirə bilməz bir həftə. Hara getdin əlində bunu bezərsən, atarsan. Ən qiymətli şey olsa belə. Amma valideyn sən qarnında daşıyır, qarnında gəzdirir 9 ay. Və səni dünyaya gətirərkən ölümün yarısının acısını dadır. Və sonra sən yatırsan, gecələri günüzə qatıb sənə süd verir. Sən xəstələnəndə səndən çox xəstələnir. Ki sən böyüyüb insan olasan. Və sən böyüyüb adam olduqdan sonra da hətta valideynin qeyri-müsəlman olsa belə onun haqqını hüququnu taftala bilməzsən. Ona zülm elə bilməzsən. Allah Teala buyurur: "Və in cahadaka ala an tushrika bima laysa laka bihi ilmun fala tuti'huma və sahibuhuma fi'd-dunya ma'rufa." Hətta valideynlərin qeyri-müsəlman olsa, səni qeyri-müsəlmançılığa dəvət etsələr belə, Allaha qoyub başqasına ibadət etməyə dəvət etsələr belə, sadəcə o dəvət etdikləri şeydə onlara qulaq asma və onlara qarşı gözəl davran ginən. Bu dindir, əziz qardaşlarım. Bu İslam dinidir. Sən kefinə gəldi, sən xoşun gəlmədi, səni narahat eləyir və sən böyümüşsən, daha onlara ehtiyacın yoxdur. Bu onu göstərməməlidir ki, insan lovğa-lovğa danışar. Bir insan ibtila oluna bilər. Valideynə qarşı uzaq olsa, yəni bu ondan canını qutara bilməz. Ona da Allah elə övlad verər ki, ona qarşı həmin şeyi çəkər. Umumən bu diqqətli məsələdir. Səhlənkarlıq eləməyin. Bu məsələləri oxumağa çalışın, övladlarınızı öyrətməyə çalışın ki, ondan qabaq özünüz valideynlərinizə qarşı tətbiq edin ki, hətta övladlarınız da sizə qarşı el olsun. Bitirirəm qardaşlar, halalıq verin. Və sallallahu aleyhi ve sellem alə nəbini Muhammed və alə